formada izah edəcəm ki, inşallah tamamlayırsınız. Yaxşı. Uşaqlar, qulaq asın, sonra baxarsınız. Oldu mu? Deməli, standart çəki bir ədəd yazar, tutaq ki, bir P ədədi bərabərdir. R vurulsun, 10 üstündə N kimi qeyd olunur. Bu R-ə deyirlər qiymətli hissə. N-ə isə deyirlər tərtib. Və bu R uşaqlar ondan kiçik və 1-ə bərabər olmalıdır. Çoğu zaman belə də deyirlər. 10, burada da yazılır 0. Yəni 0-dan böyük ilk ədəd nədir? 1. Və bir də mütləqi qeyd etməliyik ki, R daxil olmalıdır nəyə? R daxil olmalıdır. Bura 10 yazılır mı? Bura başlayın. Burada 0. Qarışdırarsınız. Natural ədəd də ola bilər, onluq kəsir də ola bilər. Sadəcə bir şey mütləq qeyd edin ki, 0-dan böyük olan onluq kəsir. Geriyə gedə bilməlik, mənfiyə gedə bilməlik, ümumiyyətlə. Ancaq R müsbət ədəd olmalıdır. Bunu mütləq yadınızda saxlayın. R 0,5 yaza bilmərəm. Mən nə dedim? Nə ilə nəyin arasında olmalıdır? 1 ilə onun arasında. 1 tam neçə yaza bilərəm? 1 ola bilər. Amma 1-i yazmırıq da hasildə. Oldu? 1 tam onda 1, 1 tam onda 5, 1 tamlarla, 2 tamlarla, 3 tamlarla. Ta hara qədər yaza bilərəm? 9 tam neçəyə qədər? Ona çatmamalıdır. Yaxşı, bunu yadda saxlayırıq. Yəni, ən sadə dildə dedik. İndi bax uşaqlar, məsələn, bir ədəd verilib bizə. Tutaq ki, 72 vurulsun 10 üstündə 5. Deyir, bu ədəd hasili standart şəkildə yaz. İndicə sizə nə dedim? Dedim ki, uşaqlar, bu hissə, qiymətli hissə 1 ola bilər və 1-dən böyük hara qədər? 10-a qədər. Aysa, onda mən nə yazaram, nə yaradarım? Aysa, 7 tam onda 2. Bəs bu 72-yə qayıtmaq üçün mən bunu neçəyə vurmalıyım? Ona vurmalıyam ki, 72-yə qayıtım da. Çünki mən bunu azaltdım. Vurulsun, bir də 10 üstündə nə? 5. Bax uşaqlar, ən sadə dili nədir? Əgər mən burada vergülü geriyə çəkirəmsə, bax vergül buradadır da Mələk, düzdür? Vergülü geriyə çəkirəmsə, onda neçə ədəd geri çəkdimsə, onun sayı qədər bu qüvvət nə olacaq? Artacaq. Bax, bunu belə yadda saxlayın. Yaxşı? Nə dedik? Vergülümüz buradadır. Neçə addım geriyə gəlirsə, o addım sayı qədər sənin bu onun üstündə olan ədədin o qədər nə olacaq? Artacaq. Deməli, bunu 7,2 elədim. Deməli, bu 1 vahid nə olacaq? Artacaq. Yəni, bu cür yazmağın artıq zaman itkisidir də. Yazırsan 7,2 vurulsun, 10 üstünə nə? 6. Mən sənə niyə dedim sən yanlış yazmısan? Sən belə yazmısan. Bu bərabərdir. 72 vurulsun 10, vurulsun 10 üstünə 5. Sən belə yazmısan. Bunu elə bir 720 eləmişsən. Niyə? Bu doğru deyil. Oldu mu? Bu hissəsi doğru deyil.